Hər salamlar. Ümidvaram ki, yaxşısınız. YouTube kanalıma yenidən xoş gəlmisiniz. Bugün çox sadə, rahat yerdə oturub. Çünki maraqlı bir mövzuda danışmaq istəyirəm. Bu danışacağım mövzu imsakda izlədiyim bir video barəsindədir. Təsadüflər mövzuna baxırdım. Mehmet Yıldızın videosuydu və videomda yerləşdirə bilərəm. Əgər yerləşdirə bilsəm, qeyd edirəm hansı videoydu. O qədər çox sevdim ki, imsak vaxtı elə videolar izləmək çox xoşlayıram. Çox həm öyrənirəm, həm də belə ruhum sakinləşdirir. Dünyanın sadəcə mənim kontrolumda olmadığını ki, əlbəttə belə deyil. Sadəcə insan bilirsiniz necə olur. İnsan çox şey bilir. Məsələn, mən bildiyim kimi ki, dünya mənim kontrolumda deyil. Bunu mən bilirəm, hər birimiz bilirik. Amma nə qədər buna uyğun davranırıq, həyatımızı nə qədər bunun kimi yaşayırıq. Bax, məsələ odur. Hər zaman da olub. Və o videonu izləyəndə o qədər qəşəng şeylər yaşadım, o qədər qəşəng şeylər təcrübə elədim ki. Və hər şeyin sadəcə, yəni məsələn biz bəzi şeylər təsadüf adlandırırıq ki, təsadüfən qarşımıza çıxdı. Amma onun altında bizim bilmədiyimiz çox-çox dərin mənalar yata bilər. Çox dərin, bizim görmədiyimiz və bilmədiyimiz şeylər olur. Orada net bir şeyin fərqinə vardım ki, bunun daha öncədən də fərqinə varmışdım. Həyat bizim bildiyimiz qədər deyil, bizim bilmədiyimizdən bildiyimiz qədərin bəlkə də 100 qatıdır. Çünki nəticədə bizim beynimiz nə qədər işləyir və biz dünyanı bilik təcrübə olaraq nə qədər analiz etmişik. Yəni bizdə nə qədər təcrübəli insanlar var ki, hər şeyi bizə ötürə bilərlər. Bu mümkün deyil. Bu deməkdir ki, əslində dünya bizim bildiyimiz bilik elm olaraq da daha dərin bir yerdədir. Biz onun çox az bir qismindən xəbərdarıq. Bax, orada da bunun fərqinə vardım. Məsələn, əslində daha öncədən başqa yerdə öyrənədiyim bir şeydə səninlə burada paylaşacağam. İlk bu girişlə başlayım. Düşün ki, sən xaricdə təhsil almağa getmək istəyirsən, eləmi? Və öz həyatımdan başlayım. Hətta bunu öz həyatıma tətbiq edim. Mən Cəlilabaddan Bakıya təhsil almağa gələndə mənim üçün çox qorxulu şeylər var idi. Çox çətin ola biləcək şeylər var idi. Onlardan biri maddi cəhətdən çox çətin çəkə biləcəyim potensiallı olması idi. Çünki nəticədə Bakı Cəlilabaddan daha maddi olaraq başqa bir yerdədir. Başqa bir yerdədir. Mikrofon niyə eləyir? İkinci, ailədən o qədər uzaqda qalmamışdım və həyatımın bütün məsələlərini o qədər üzərimə götürmədim. Götürdüyüm hissələr vardı, amma o qədər götürmək bəlkə mənə çətin gəlirdi. 3, heç tanımadığım insanlar var idi və komfort zonumdan çıxmaq mənim üçün çox narahat edici hiss etdirirdi normal olaraq. 4, mənə daha yaxın ola biləcək yer var idi. Bakıda oxumaq yerinə gedib Lənkəranda oxuya bilərdim. Məsələn, Lənkəranın avantajları çoxdur. Bakının dezavantajlarından biri təhlükəli insanlarla çox ola bilər, çox qarşılaşa bilərəm, problemlər həyatımda çox ola bilər və s. olaraq. Lənkəranda oxumaq avantajlarım bu idi ki, mən orada daha maddi cəhətdən rahat olacağam, daha yaxın olacaq olduğum əraziyə, Cəlilabada daha yaxındır və s. və s. Mənə daimi dəstək ola bilər, orada tanıdığımız insanlar var. Kimisindən çox baxdığımız zaman bilik və məntiq olaraq belə deyim, baxdığımız zaman Lənkəran mənim üçün ən uyğun və ən avantajlı yer idi təhsil üçün. Bakı isə mənim üçün çox qorxulu görünəcək və ən uyğun olmayan yer idi. Dediyim kimi elm olaraq, elmi, məntiq, elm deyil də, məntiq olaraq baxdığımız zaman. Amma orada mənim məntiqimin bir yerdə dayanmalı olduğu bir hissə var idi. Çünki əgər məntiqimi izləsəydim, Lənkəranda oxuyacaqdım və hal-hazırda ki, həyatım olmayacaqdı. Amma mənim içimdəki bir şey, sanki səs mənə daxilimdəki mən, bilmirəm kimdirsə, özüm, bilirəm əlbəttə kimdir. Daxilimdəki özüm mənə bir yol göstərdi ki, yox, məntiqinə bu yatır, amma əmin ol ki, içindəki səs səni başqa yerə yönəldir. Bax, o içindəki səsi dinləyəndə sənin hər şeyin sənin məntiqin qədər olmadığını, daha dərinlərdə bir şey olduğunu fərqinə varırsan. Və orada əslində mən Bakıya gəldikdən sonra bildim ki, oy, mənim Bakı haqqında bilmədiyim o qədər avantajım var imiş ki, avantajlarım digər ərazinin, Lənkəranın avantajlarından bəlkə də 10 qat daha çox idi və mən onu oraya gələnə qədər bilmədim. Yəni, əgər mən məntiqimə sığınaraq, məntiqimə əsaslanaraq o addım atsaydım, sadəcə məntiqimə əsaslanaraq çox çətinlik çəkəcəkdim. Amma məntiqi analiz elədim, hər şey aydındır mənə, amma mən o anda məntiqimlə addım atmaq istəmirdim. Və mənim ikna ola biləcək potensialım çox idi da, o dediyim kimi məntiqi dəlillərə, sübutlara əsasən ki, bax, bu maddələrə əsasən sən bunu seçməlisən deyə. İkna olma potensialım da çox idi, çünki hər kəs ona ikna olmuşdu onsuz da. Amma orada məntiq dedim ki, mən bununla qərar vermək istəmirəm, mən bununla addım atmaq istəmirəm. İkinci hissəyə keçdim ki, o daxildəki səsi dinləmək istəmirəm. Çünki o mənə həqiqətən doğru yön verir və mən ondan əminəm.
Bu yönə görmədiyim şeyləri artıq görmüş oldum və həqiqətən Allah o qədər gözəl şeylər yaşatdı ki, mənə çox məmnunam. Bundan yola çıxaraq bu birinci etap idi ki, birinci fərqindəliyimiz idi. İkinci fərqindəliyimiz buna bağlıdır deyə buna əlavə etmişəm. Bunlar da buradakılar. Qələmlər də qəşəng qələmlərdir, başımın üstündəki gülüm. Anyway. İkinci fərqindəliyim budur. Həyatda sənin məntiqin qədər deyil. Məntiqin çox az bir qismidir. Yəni, nə qədər bilə bilərsən hər şeyi. Nə qədər hər şeyi bilə bilərsən ki, bütün bildiklərini ortaya qoyub çox məntiqli, tam əmin olaraq bir addım atasan. Bax, təsadüflər də məhz burdandır. Sən düşün ki, yolda biri ilə rastlaşırsan, təsadüfən. Məsələn, qolu sənə dəyir ya da sana yardım edirsən, bir şey olur. Düşün ki, yolda yıxılan biri var. X adlı bir xanım var və sən təsadüfən o yıxılır, onu görürsən və gedib ona kömək edirsən, eləmi? Və sən zənn edirsən ki, bu normaldır, xanımdır, yıxılıb, mən gedib onu kömək eləmişəm. Amma zaman bəzən gəlib keçib ki, ya da aranızdakı münasibət yaranır ki, bəlkə də həmin insanın çox böyük bir şirkəti var imiş, məsələn. Və odur ki, sən necə xeyirxah bir insansan deyil və sən həmin şirkətlə bir rəhbər olaraq təyin edir ya da başqa bir şey olur arada, eləmi? Sən təsadüfən, biz təsadüfən rastlaşdıq, sonra gördük ki, mən yaxşı insanam, məni işinə aldı. Yox, sən rastlaşıb oraya getməmsən, zaten oraya gəlmək üçün rastlaşmısan. Məsələ budur. Yəni, mən məsələn düşünürəm ki, universitetə girmişəm, sonra başqa bir şeylər olub, sonra işləmişəm, bu yerə getmişəm, sonra gedib xaricdə bu layihənin rəhbəri olmuşam. Məsələn, zənn edirəm ki, bir başlamışam. Əslində, olay həm rəhbər olmağım üçün zaten mən universitetdə oxumuşam. Yəni, hər zaman bilmirəm, bu belədirmi, belədir. Mənim anladığım qədərlə zaten izah edirəm. Bəlkə sən başqa şey anlamısan. O qədər qəribədir ki, o qədər dolanbazlı bir şeylər var ki. İkinci bir şey. Düşün ki, saat 5-də iclas olacaq. Komandanın hamısını demişsin ki, saat 5-də iclasdır. X adlı bir məkanda görüşürük. Əməkdaşlardan biri gecikib. 20 dəqiqə gecikib. Ya da yatıb qalıb, bəli gecikib. Sənə görə bu nə idi? Bu sənə görə bütün iş etik qaydalarının pozulmasıdır, əməkdaşın məsuliyyətsiz olmasıdır, problem yaranmasıdır. Hətta sən gelib onu danlayırsan ki, sən hardasan, niyə gecikmisən və s. O insan yatıb qalıb, eləmi? Sən zənn edirsən ki, budur məsələ. Ki, etik deyil, iş qaydaları pozulub, hətta əməkdaşı işdən də çıxarırsan. Bax, əslində, bəlkə də deyil, bəlkə də həmin əməkdaş oyanıb, işə gəlsəydi, o yolda bir maşın qəzası var idi, düşün. Və həmin maşın qəzasına məruz qalacaqdı və həyatını itirə bilərdi. Ya da çox ciddi bir xəsarət ala bilərdi. O insan 20 dəqiqə yatıb qalmasıyla hətta bu prosesin içində daxil olmuyor və sapasağlam qalıb. Sən bunu görürsən, etik deyil. O insan əsas məsələ isə o insanın həyatı idi və həyatı xilas olub. Sən onu etik deyil deyə işdən çıxarırsan, o insan isə yaşamaq seçib, yaşayır artıq. Yəni, əgər ora gəlsəydi, başqa bir proseslər ola bilərdi. O qədər çox xoşuma gəldi ki, dedim ki, məsələn, başımıza bir şey gəlir ya, məsələn, bir işdən mi çıxırıq, ya da universitetə girə bilmirik mi, ya da dostumuzla mı ayrılırıq, ya da bir münasibətimiz mi bitir, bir şey mi olur, ya da bir pulumuzu mu itiririk, bizə gəlməli olan pul gəlmirmi? Bizim gördüyümüz real həqiqətdə olanın bəlkə də %5%-dir, 3%-dir, bilmirəm, bəlkə daha azdır. Proses o qədər dərindir ki, onu görmək çox çətin olur. Hər zaman görmək əlbəttə ki, olmur. Çünki onun üçün fərqindəlik gözü olmalıdır, baxışın aydın olmalıdır, niyyətinin təmiz olması gərəkir. Çox mənəvi şeylər yüklənir ora. Ona görə çox çətin olur. Amma son zamanlarda başıma gələn şeylər olur ki, mən məsələn bir şey çox istəyirəm ki, ayda bu olsun. Deyirəm, bax, Allahım, mən bunu çox istəyirəm. Mənə görə çox uyğundur. Amma mənim bildiyim, sənin bildiyinin çox azıdır. Sən çox yaxşı görürsən. Mən hal-hazırda olduğum nöqtədən görürəm. Sən isə topdan görürsən, təpədən görürsən və bütün proses səndədir. Ona görə mən bunu istəyirəm. Bilmirəm, həqiqətən xeyirlidir mənim üçün. Bilmirəm, yolun sonu necə olacaq. Bəlkə hal-hazırdakı xeyirli deyil mənim üçün, yəni. Amma sonrasında başqa çox gözəl yollar açacaq. Bunu sən görürsən. Mən çox istəyirəm. Amma sənə də deyirəm ki, sən mənim yanımdasan. Sən ən qəşəng qərar verməkdə, addım atmaqda mənə daim dəstək ol. Bu biraz dini məsələyə girir, mənəviyyat hissəsinə girir. Amma bunu düşünürəm ki, belə analiz elədik. Fərqindəlik baxışı ilə baxdığımız zaman bunu hər şəkildə dəyərləndirmək mümkündür. Ondan sonra
Dedim ki mən okey, mən mən nə qədər şey bilmirəmmiş və nə qədər rahatladırmış bu nə qədər şey bilməməyi. Çünki onsuz da bilmirsən, bilmək istəsən zaten mümkün deyil belə bir şey. Kontrolu buraxdırır insana. O qədər kontrolu buraxdırır ki, məsələn dediyim kimi şagirdinə bir məsələ yaşayırsan, əslində onun dərini başqaymış, sənin gördüyün başqadır, realda olan başqadır, həqiqətdə olan başqadır. Gözəl bir şeydir, gözəl bir fərqlilikdir. Dediyim kimi kontrolu buraxdırır mənə. Huzurlu hiss etdirir, güvəndə hiss etdirir. Güvəndə hiss edirəm ki, mənim güvəndiyim biri var və o həqiqətən güvənilir biridir. Mənə həqiqətən bu zamana qədər çox yaxşı yol göstərir və bundan sonra da elə olacaq deyə. Çox və fərqindəlik baxışın çox fərqli dəyişir. Sən artıq üzvü olan deyil, mənanı görməyə başlayırsan. Çox fərqlidir. Mən istəyirəm ki, o videonu siz də izləyəsiniz. Çünki 40 dəqiqəlik bir video idi. Bəlkə də oradan başqa şey çıxaracaqsınız. Mən bu dərsi aldım. Mən həyatıma bunu qatdım. Siz tamamilə başqa bir mövzu anlamış ola bilərsiniz. Deyirəm ki, mən bu videonu YouTube-a yerləşdirərəm. Çünki adətən çəkdiyim videoları YouTube-a yerləşdirmirəm və ümid edirəm ki, bu alınar. Siz bunu izləyərsiniz. Siz bunu dəyərləndirərsiniz. Çünki niyə də olmasın? Değil mi? O zaman sənə təşəkkür edirəm. Yaxşı ki, bu videonu izlədin. Əgər sona qədər izləmisənsə, mikrofonla yaşayıram bugün. Özünə yaxşı bax. Özünə yaxşı bax həqiqətən. Çünki niyə də olmasın?